Deməli, funksiya yəqin ki, keçən keçmiş, tanışsınız funksiya ilə. Bəli, Rəhman. Funksiya ilə tanışsınız. Funksiyanın növləri çoxdur. Eləmi? İstənilən funksiyada aslılıq mövcuddur. Aydındır. Hər bir funksiyada aslı kəmiyyətlər mövcuddur. Funksiyalar, məsələn, düsturla verilə bilər, qrafiklə verilə bilər, bir də nə ilə verilə bilər? Cədvəllə verilə bilər, belə deyilmi? Funksiya. Funksiya neçə cür verilə bilər uşaqlar? 3 cür. Funksiyanın verilmə üsulları. Funksiyanın verilmə üsulları. Bir, nə ilə verilə bilər? Düsturlar. Düsturlar. 2, qrafiklər. Bir də cədvəllə verilə bilər. Cədvəl ilə. Əsas verilmə üsulları bunlardır. Məsələn, tutaq ki, adı bildiyimiz kvadratın sahəsi necə tapılır? A'nın kvadratı. Tərəfin kvadratı. Onun özü bir dənə nədir? Funksiyadır. Məsələn, düzbucağın sahəsi A vur B. Onun özü nədir? Funksiyadır. Hər şeydə, hər yerdə bir funksiya mövcuddur da. Məsələn, deyirəm, y bərabərdir x kvadratı. Bu nədir? Funksiyadır. Adı bildiyimiz elə kvadratın sahəsində bu. S bərabər A kvadratı deyə bilərəm da. Kvadratın sahəsidir. Və ya da qrafiklər. Məsələn, tutaq ki, belə bir xətti funksiyadır. Və ya da paraboladır. Qrafiklə də verilə bilər. Cədvəldəki məlum məsələdir. Cədvəldə məsələn, bölürük, x, y yazırıq. Burada da nələr yazır onların? Qiymətləri yazırıq. Cədvəldə verilən qiymətlərə görə hesablayırıq. Cədvəllə nə vaxt verilə bilər? Qanuna uyğunluq olmayanda funksiya nə ilə verilir? Cədvəllə verilə bilər. Məsələn, adi tutaq ki, bizim dərsə davamiyyətimizdə bir funksiyadır. Aydın? Dərs oxumağımız da, nəticəmiz də nədir? Bir funksiyadır. Kondisionerin işləməsi də nədir? Bir funksiyadır. Orada da aslılıq var da. Məsələn, mən orada aslılıq nədir? Onun, belə deyək də, temperaturun artımı ilə otağı isitmə qabiliyyəti mütəmsil asılıdır bir-birinə. Məsələn, mən temperaturu artırsam, burada otaq necə isinəcək? Temperaturu azaltsam, otaq soyacaq. Bu da bir asılıqdır. Məsələn, telefonun funksiyaları çoxdur. Funksiyalarından biri indi hal-hazırda video çəkir. Məsələn, o çəkdiyi videonun keyfiyyəti onun ilə nasıldır? Kamerasından, linzasından, gücündən, keyfiyyətindən asılıdır, elə deyil mi? Linzası nə qədər keyfiyyətli olsa, görüntü o qədər yaxşı olacaq. Aydındır. Burada da bir asılıq var. Hər şeydə bir asılıq var. Yeməyimizdə, içməyimizdə də nə var? Bir asılıq var. Bəli, sən nə qədər gün ərzində çox işləsən, çox çalışsan, bir o qədər çox acacaqsan. Eləmi? Bəli. Və ya da vitamini az olan qidalar az qəbul elədikcə sənin immunitetin azalacaq. Bunun özü də nədir? Bir funksiyadır, bir asılıqdır, elə deyilmi? İnsanın yaşayışı belə funksiyadır. Yəni, anadan olandan ölənə qədər funksiya kimi davam edirsən. Sənin çəkin artıb azalması da bir funksiyadır. Nə bilim, böyüməyin də bir funksiyadır. Yəni, birinci funksiya hər yerdə var. Amma biz sadəcə onların düsturlaşmış formasından istifadə edəcək bir növ. Mən kilo artıran şeyində olmur axı. Bir gün artır, bir gün azalır. Aysə, o düstur olmur məsələn. Biz insanın çəkisinin artımından düstur yaza bilmərik. Çünki gah azalır, gah artır, nə bilim. Bir il az artır, bir il... O nə ilə verirlər? Cədvəllə. Məsələn, cədvəl çəkirik, 5 yaşında filan kilo, nəm 6 yaşında bu qədər kilo, nəm 10 yaşında bu qədər kilo. Məsələn, o cür funksiyalar cədvəllə verilir. Aydındırmı? Amma yox, qanuna uyğun şəkildə artıb azalanlar, məsələn, düsturla verilir. Və yaxud da qrafiklə verilə bilər, qanuna uyğunluq varsa. Hər il eyni miqdarda artırsa, hər il eyni miqdarda azalırsa. Məsələn, tutaq ki, kondisionerin isitməsi, soyması qanuna uyğundur, onu düstur şəklində yaza bilərik. Məsələn, filan dərəcəyə qaldırsan, temperatur daha çox artır, kvadratına görə də. Məsələn, dərəcəni aşağı salırsan, o da düşür aşağı. Amma məsələn, dediyimiz bəzi şeylər, sən dediyin insanın çəkisi, nə bilim, boyu, bunlar hamısı cədvəllə verilə bilər, çünki qanuna uyğun deyil. İndi bizim keçəcəyimiz funksiyalardan biri, ilk funksiya nədir? Xətti funksiya. Bəli, nə funksiyası deyirik? Xətti funksiya. Xətti funksiya. Niyə görə xətti funksiya deyirik? Çünki qrafiki nə formasındadır? Düz xəttdir da. Biz qrafiki quranda bir dənə düz xətt alınır. Ona görə buna necə funksiya deyirik? Xətti funksiya deyirik.
Xətti funksiyaya keçməmişdən öncə burada siz aşağı siniflərdən rubiləri çevirirsiniz də. 1, 2, 3, 4. Koordinat sistemi bilməlisiniz. Bu şaquli oxa nə oxu deyirik? Y. Y oxu və yaxud da Absis. Yox. Ordinat. Onu ordinat deyirik. Və yaxud üfüqi xətt də nə deyirik? X. X və yaxud da absis oxu deyirik. Bəli. Bəs bunların kəsişdiyi yerə nə deyirik? Nə başlanğıcı? Koordinat. Bəli. 0, 0. Koordinat başlanğıcı. Koordinat başlanğıcı deyirik buna. X-in də öz qiymətləri var, Y-in də öz qiymətləri var. Yarısı müsbətdir, yarısı mənfidir. X-in sağ tərəfi necə qiymətlərdir? Müsbət. Müsbət. Sol tərəfi Mənfi. mənfi qiymətlərdir. Y-in yuxarı hissəsi müsbət. Aşağısı. Bəli, aşağı hissəsindən uşaqlar mənfi qiymətlərdir. Bəli. Bəs burada absis və ordinatı çəkəndən sonra neçə hissəyə bölündü bu müstəvi? 4 hissə. Bunlara nə deyirik? Rüblər. Rüblər deyirik. Birinci rüb, İki, üç, ikinci rüb, saatın əksinə başlıyor. Üçüncü rüb, bir də dördüncü rüb deyirik. Birinci rübdə x-in necə qiymətləri düşür? Müsbət, müsbət. Y-in necə qiymətləri düşür? Müsbət. Onda birinci rübdə x, y yazılır. Birinci həmişə nəyin qiyməti yazılır funksiyada? X-in, ikinci y-in qiymətləri yazılır. Onda x da müsbətdir, y də müsbətdir birinci rübdə. İkinci rübə bəs x necə düşür? Mənfi. Bax, ikinci rübə x-in mənfi qiymətləri düşür, x mənfi, y-in Müsbət. müsbət qiymətləri. Üçüncü rübdə Hamısı mənfi. deməli x-in də mənfisi düşür, y-in də x də mənfidir. Dördüncü rübdə x necədir? Müsbət. Müsbət, y mənfi. Bu da bizim nələrimiz oldu? Rüblərimiz. Yəqin ki, hər hansı bir nöqtənin koordinatını təyin edə bilirsiniz. Nöqtənin koordinatını təyin. Bəs mən orada sinüs kosinüs var değil mi? O trigonometriya deyəcək. Bəli, bəli. X yox, kosinüsdür, y sinüs. Nöqtənin koordinatı. Bundan sonra. Deməli, nöqtənin koordinatı. Bax, məsələn, deyirəm A nöqtəsinin koordinatı 3 ilə -6-dır. Məsələn, bunu ən azı göstərməyə bacarmalısınız ki, 3 nəyin qiymətidir? X'in. -6 y. X-in 3 qiyməti müsbətsə burada 1, 2, 3. Y-in -6 sağda olacaq? Altta. Aşağıda. 1, 2, 3, 4, 5, 6, -6. İndi bunları nə etməliyik? Dördüncü röv. Uzadıb burada birləşdirməliyik. Bu hansı nöqtə oldu? 4. A nöqtəsi. Neçənci rübə düşdü? 4-cü rübə düşdü. Bəli. Y oxu, X oxu. Bəli. Biz istənilən nöqtəni bu cür qura bilərik. Və yaxud da nöqtə ola bilər B nöqtəsi məsələn 5 ilə 0. Y nədir? Y neçədir? 0. X-i 5-dir. Məsələn 4, 5. Nöqtə harada olacaq? Nəyin üstündə? X'in üstündə. X-in üstündə olacaq. Bəli, bu oldu B nöqtəsi. Deməli, nöqtə X-in üstündədirsə, onun nəyi sıfırdır? Y. Nöqtə Y-in üstündədirsə, onun X-i sıfırdır. Məsələn, bir dənə C nöqtəsi yazılır. Məsələn, tutaq ki, 4, 0 ilə 4 məsələn. 0 nəyin qiymətidir? X'in. 4 nəyin qiymətidir? Y. 4 Y müsbət tərəfində. 1, 2, 3, 4 məsələn. 4. Bu nöqtə oldu C Onu nöqtəsi. hansı röv sayılır mən? Belə, necə? Hansı röv sayılır? Darıb saymır da. O koordinat oxunun üzərindədir da. Ordinat oxunun üzərindədir. O X-ə nəzər eləyəndə hansını sıfır götürdük? O X-ə nəzərən simmetriyan deyirsən sən? Yox, o X oxuna nəzər eləyirdi, biz sıfır götürdük. Simmetriya deyirdi. O simmetriyada o X-ə nəzərən simmetriya X dəyişmir, Y əksinə dəyişir. O simmetriyada deyəcək məsələn, funksiyada da lazım olacaq. Ordinata nəzərən deyəndə Y dəyişmir, X əksinə dəyişir. Bu oldu nöqtələrin təyini. Deməli uşaqlar, bura belə bir qeyd kimi yaza bilərik ki, nöqtə absis üzərində olarsa, onun nəyi sıfırdır? Ordinatı nədir? 0. Ordinatı 0'dır. Və yaxud da nöqtə nəyin üzərində olarsa? Nöqtə ordinat üzərində olarsa, absisi 0'dır. Absisi 0'dır. Məsələn, belə bir funksiya verə bilər. Bax, y bərabərdir. 3x çıx
6. Deyə bilər ki, tutaq ki, X-da. absis üzərinə, məsələn, absisin üzərinə düşən nöqtənin ordinatını tap. Neyse. Tutaq ki, bu funksiya, belə deyilmi? Məsələn, absisi kəsdiyi nöqtənin koordinatını tap. Absisi nə elədi? Kəsdiyi İlk 0 idi onlar. nöqtəni tap. 2. Absisi kəsdiyi nöqtəni tap. Bu funksiya absisi kəsəndə nəyin üstündə olur? Absisi kəsəndə nəyin üstündə olur? Absisin üstündə olur da. Onda y-i yerinə görə qoyacaqsın. 0. Məsələn, bunun qrafikini belə çəkdik. 3x çıxı 6 belə bir şeydir da. Qrafiki budur. 3x çıxı 6-ın qrafiki budur. Burada absisi neyini? Kəsir. Nəyin üstündədir? Hansı oğun üstündədir? X-in üstündədirsə nəyi 0-dır? Y-i 0-dır. Burada y-i yerinə qoyacaqsın. 0 da. 0 bərabərdir 3x çıxı 6. Mənfa 3x 6 x nə oldu? 2. Buranın qiyməti neçəymiş? 2'ymiş. Və ya da ordinatı kəsdiyi nöqtənin absisini tap. Nə yerə 0 qoyacaqsın? X-in yerinə 0 qoyacaqsın. Bəli. İstəsən çəkə bilərsən. Buyur. Belə. Sonra indi keçirik xətti funksiyanın özünə keçirik. Xətti funksiyanın özünə keçirik. Hə. Xətti funksiyamız. Deməli. Xətti funksiyanın düsturu necə uşaqlar? Y bərabərdir. K vur x topla b. Bu formulu bilmək. Xətti funksiya deyilsə, bunu nəzərdə saxlamalısınız. Maşallah. Uşaqlar. Deməli, bu xətti funksiyadır. Xətti funksiyadır. Xətti funksiyadır. Bəzən y əvəzinə fx da istifadə oluna bilər. Y fx heç bir fərqi yoxdur. Y nəyə bərabərdir? Fx-ə bərabərdir. Gx nədir? Buna nə deyirik? Funksiya deyirik. Fərqi yoxdur. Gx nədir? Fərqi yoxdur, Gx də deyilə bilər. Deməli, funksiyadır bu. Funksiya deməkdir. Burada uşaqlar, y-ə həm də nə deyilir? Y-ə həm də qiymətlər çoxluğu nə deyilir? Qiymətlər çoxluğu və yaxud da oblastı da deyilə bilər çoxluq əvəzinə. Qiymətlər oblastı, qiymətlər çoxluğu. Bəli. Y aslıdır yoxsa x? Y aslıdır. Yekun qiymət, ortaya çıxan nəticə x-dan asılıdır. Çünki biz həmişə x-ə qiymət verib y tapılır da. Deməli, necə kəmiyyətdir? Aslı dəyişəndir. Aslı dəyişəndir bu. X isə necə dəyişəndir? Aslı olmayan dəyişəndir. Bax, bunu bilməm. Aslı olmayan dəyişəndir. Həmçinin x-dən də nə deyilir? Argumentdə deyilir. Argumentdə deyilir. Yəni, bilin. Və yaxud da təyin oblasti. Nə deyilir buna? Təyin oblasti. Təyin olunan qiymətlər çoxu da deyə bilərik də. Çünki nəyi təyin edirik biz birinci? X-i təyin edirik. Sonra ondan nə alınır? Y alınır da. Təyin oblasti. Təyin çoxluğu demilir da. Buna ümumiyyətlə birbaşa təyin oblasti deyilir. X dəyişənli olsa, x-dən dəyişən olsa, y bərabər x-dən x o başqa prosesdir da. Onun bir aidiyyəti yox da. Deməli. Bu oldu təyin oblasti. X-imiz argumentdə deyilə bilər, aslı olmayan dəyişən deyə bilər, təyin oblasti x deyilə bilər, nəzərdə tutulur. İndi uşaqlar. Y bərabərdir kx topla b. Qrafiki nədir bunun? Qrafiki nədir? Düz xətt. Düz xəttdir. Qrafiki düz xəttdir. Burada indi qrafikini çəkəcək, onun üzərində danışacaq. Qrafiki düz xəttdir. B nəyi bildirir? Yadınızda qalır mı? Bəli. B nəyi bildirir? B nəyi kəsən nöqtədir? Uşaqlar, bilirsinizmi? B, Y kəsən nöqtədir.
Deməli. Buradan bir də qrafik çəkək. Yaxşı, yazılı bir şey burada. Uşaqlar, B nöqtəsi, B, düz xəttin Y oxunu kəsdiyi nöqtədir. Y oxunu kəsdiyi nöqtədir. Bəs K nədir? K şeydir, mən ikisinin yanındakı hərf. Bucağın qiymətidir, ne deyəcək? Bir də sonra, B nə vaxt müsbətdir, nə vaxt mənfidir. Ordinatın iki hissəsi var da, müsbət tərəf, mənfi tərəf. Y oxunu müsbət tərəfdə kəsirsə, B müsbət. müsbət tərəfdə kəsirsə, onu B necə olacaq? Müsbət. B böyük 0, yəni müsbət. Mənfi tərəfdə kəsirsə, Kiçik 0. bəli, mənfi tərəfdə kəsirsə, B kiçik 0 olur. Bunu bilməlisiniz. İndi buradan bir qrafik K da X şey olanda müsbət olurdu, sağ tərəfdə olanda. Yox, buradan bir xətt funksiya çəkirik. 1 ilə 3 olanda müsbət olur. Yaxşı. Tutaq ki, qrafikimiz olsun bu. Bu xətti funksiyamızdır, bu x oxu, bu y oxu. B-ni y-i harda kəsir? Müsbətdə, mənfidə? Müsbətdə. Y-i harda kəsir? Müsbət. Müsbətdə da. Müsbət ikisidir. Bizim qrafikimiz hansı rəngdir orada? Mavi rəngdə. Y-i harda kəsir? Müsbət tərəfdə. Demək, B-si necədir? Müsbət. K da müsbət. Buranın kəsdiyi nöqtə B-nin qiymətidir. B necədir? Böyük 0. Bildiyimiz, dediyimiz K nədir uşaqlar? K bucağın qiymətidir. Nəyin qiymətidir? Bucaq. Hansı bucağın? İki bucaq. Absislə yaratdığı, sağdan yaratdığı bu alfa. Aydındır mı? Bu alfanın qiyməti nəyin qiymətidir? K-nın qiymətidir. Alfa, K heç vaxt funksiyanın üzərində verilmir. Qiymət olaraq. Dərəcə ilə verilə bilər məsələn. 30 dərəcəsi demək K bərabərdir 30 dərəcə. Amma nəyin 30-una onu deyəcəyik. Hangisi 30-a bərabər? Hangisi? İndi uşaq, K-nı da yazaq. K haqqında heç nə yazmamışıq. K-ya qısa nə deyirlər? Bucaq əmsalı. Yəni bucağın qiyməti. K bucaq əmsalıdır. Və nə ilə yaratdığı bucağın? K düz xəttin, elə hər bucağı götürmürsünüz ki, burada düz xəttin absisin hansı tərəfi ilə, sağ tərəfi ilə yaratdığı bucağın qiymətidir. Düz xəttin absis düz xəttin absis oxunun hansı tərəfi ilə? Hə? Sağ tərəfi ilə yaratdığı bucağın qiymətidir. Görürsünüz, soldakı bucağı götürmürsünüz. Sağ tərəfi ilə yaratdığı bucağın qiymətidir. Və nə alfaya bərabərdir? Hansı alfaya bərabərdir? Tangens alfaya. K nəyə bərabərdir? Tangens alfa. Üç bucaqdan da keçmişik ki, iki bucağın tangens tapanını nəyə bölürük? Qarşı katet böl, bəli, iki katet. K bərabərdir tangens alfa, bunu bilin. Və burada K müsbət, indi K-nın müsbət mənfi olduğunu deməmişim, onu deyib sonra. Şöyle, K-nın müsbət mənfi olduğunu necə aid edəcəksən? İki yolla. Hansı yol rahatdır sənə onunla? 1 ilə 3 olanda isə müsbət edir. Şöyle, düz xəttin ucları, bak, düz xəttin ucları, 1 ilə 3. hansı rübdətsə? 1 3. Birinci və Kesin yanında. üçüncü rüblərdə olarsa, K necə olacaq? Müsbət. K böyük 0 olur. Sakin. Bu birinci yoldur. Məsələn, düz xəttin ucları hansı rüblərdədir? 1 ilə 3-də. Demək, K necə olacaq? Müsbət. İkinci yol nədir uşaqlar? Əgər iki bucağı yaradırsa, yenə K müsbətdir. Düz xətt iki bucağı yaradırsa, 90 olur. düz xətt. Bir yolda budur. Düz xətt iki bucaq yaradırsa, onu yenə necə olacaq? K böyüdür 0 olur yenə.
İti bucaqda həm də 1 ilə 3-dən keçir. Yəni hansı ilə istəyirsən yadda saxlaya bilərsən. İndi burada K müsbətdir, mənfi. Mən 1 ilə 4-də olsa nə olur? 1 ilə 4 məsələn. 1 ilə 4 olmur da. Biz olur da. Hə. Deməli, burada K necədir? K necədir? Müsbət. Müsbətdir. K bölü 0. Burada x də müsbətdir. Yox. Deməli, onu qarışdırmalı. Deməli, gəlir indi, burada bir çox qrafiklər çəkilir. Görək siz onu təyin edə bilirsiniz. Mən x oranı. K-nı verir bildirsin. Deyəcəm, onu deyəcəm, hər tərəsi. Birinci hal budur. Məsələn, bir qrafikimiz bu olsun. Bir qrafikimiz bu olacaq, bunun üzərində. Bir qrafikimiz də bunun üzərində olacaq. Yaxşı, indi hərəsindən bir qrafik çəkirəm burada. Məsələn, tutaq ki, birin qrafiki budur, birinin qrafiki budur, birinin qrafiki nə bilim budur. İndi birinci qrafiki deyirəm, Fuad. Birincidə V müsbətli mənfidir, o birinci qrafik. Necə? B mənfidir. Niyə görə? Sizdən də soruşacağım, qulaq. Çünki Y harada kəsir? Mənfi tərəfdə kəsir. B kiçik 0. Yusuf, bəs K necədir? K müəllim. Sıfır kiçik. Yox. Böyle. K necə tapırdıq? Yazmışam. Düz xəttin ucları 1 ilə 3-dədirsə K böyük 0 olur. Düzdür? Düz xəttin ucu 1-dədir, bir də 3-dədir. K necədir? Böyük 0. Bəli. Mirhəmid, burada B necədir? Mənfi. Niyə görə? Y Y mənfidə kəsib ona görə. B kiçik 0. Səlim K necədir? Mənfi. Niyə görə? 2 ilə 4-cü. Ucları 2 ilə 4-dədir. K 2-də görürüz, kiçik 0 mənfi oldu. Bəli. Sonra Adəmdə də B necədir? Müsbətdir, mənfidir. Mən orada Y. Müsbət. Niyə görə? Y harada kəsir? Yuxarıda müsbətdə kəsir. Ona görə B böyük 0. Demək K necədir? Müsbətdir, mənfidir. Müsbət. Saçdı. Nə deyirsə atma. Hə. Deydiyi video öz bildiyi video. Mən K niyə görə mənfidir? De. Saçdı. Yerdə danışmayın da. Hər kəs bir sual verir. Gələn yaşadı. Yalan saç. Hə. K müsbətdir, mənfidir. Kesin qulaq as. Müsbət deyil. Zəhra K müsbətdir, mənfidir. Evet, deyim. Mənfidir. Çünki 2 ilə 4-dən keçir. Və ya necə bucaq yaradır? For bucaq yaradır. Onu da deyə bilərsən. Necə istəyirsən. K kiçikdir 0. Bəli. Şəkildə. Götürürlər. Hələ bu qrafiklərdən var yenə. Əlli. Mən ihtimal var. Ekran sarıları. Bağlı. Göstərir mən yaşadı. Göstərdiyi. Mən məsələn 90 dərəcə. Deyəcəm, o hallarda deyəcəm. Uzaqdan baxın. Funksiya olmayacaq, onu deyəcəm. Allah tarla, Allah tarla. Oxuyun kəsmək olar. Yaxşı. Silirəm bu hissəni. Demək uşaqlar, indi qrafik uşaqlar, koordinat başlanğıcından da keçə bilər. Harada keçə bilər? Gedirəm. Koordinat başlanğıcından da keçə bilər. Düz xətt koordinat başlanğıcından keçirsə, onda nə sıfıra bərabər olacaq? Koordinat başlanğıcından keçirsə nəyi sıfıra bərabər olacaq? B-si. B-si sıfır olacaq da. Sən Üstümüz necə olacaq? tamam var. Sakin. Üstümüz necə olacaq onda? Y bərabər nə? Kx. Aydınmı? B nə bərabər olacaq? Sıfıra. Qrafiki belədir. Bəli. Bax, iki cür qrafik seçəcəm burada. Bir burada, bir də burada. İndi hər ikisində koordinat başlanğıcından keçən qrafikimizi çəkək. Məsələn, bir belə deyirdi ya, Y kəsən nöqtə nə hesab olunur? Y kəsən nöqtə nə idi? B. İndi burada Y neçə olur? 0. 0. Onca B nəyə bərabər burada? Sıfıra. Bəs indi Elvin, K müsbətdir, mənfidir. Müsbət. Müsbətdir. Çünki 1 ilə üstdən keçir. K-sı müsbətdir. Əlli. Yaxşı. Mən gedim mən izahət. Yaxşı, get. Deməli. Ləman, bəs burada B neçədir? Müsbətdir, mənfidir burada B. Bəli.
Zərfə B neçədir? Müsbətdir, mənfidir? Müsbət. Değil Müsbət. Mənfidir. Mənfidir. Gülçin. Gülçin desin, çaşdırmayın. B sıfırdır, müsbətdir, mənfidir. Aa, o üstüne Rəhman. üstünde varsa Sıfır. sıfır beraber Sıfır. B sıfırdır da. Görürsən haradan keçir? Dedik də, mən də göstərdim burada. B sıfırdır da, bəli. Y kəsən nöqtə B idi. Burada da Y x-də sıfır daxil ikisi də. Deniz Şey şarkısının nerede var? üzerinde o varsa orijinal sıfırdır, orijinal üzerinde varsa apsisi sıfırdır. Hə, burada x-də Y-də o heç sıfırdır. X, Y ikisi də sıfır. Amma B özdə nədir? Sıfırdır. Çünki Y-in də bura sıfır qiymətidir. Bəs deməli, Rəhman K necədir burada? K'sı müsbət. İkidən dörtdən keçir. 2 ilə 4-dən keçir. Kor buzayadır. Bu K-nın qiymətidir. Bilmədən heç kimə. Bu K-nın qiymətidir. K necədir? Rəhman olur. Kiçik sıfır, mənfidir. Bəli. Kor bucağı yaradır və yaxud da ucları 2 ilə 4-dən keçir. Bəli, şəkildə. Belə. İndi buna həm də necə, buna mütənasiblik də, düz mütənasiblik funksiyası da deyilir. Kx-əm də nə deyilir? Düz mütənasiblik funksiyası da deyilir Kx-ə. İndi qulaq asın. Verdinə bax, nə gedir, qaça. Deməli, gəlir indi burada bəzi şeylər var uşaqlar. Y bərabərdir məsələn, A düz xəttdir. Bu halda baxaq. Uşaqlar, bu da funksiyadır. Amma burada K görürsünüz, X görürsünüz, Yox. yox. Sadəcə Y hansı qiymətə bərabərdir? Məsələn, deyirəm, indi nümunə çəkə bilərik. Tutaq ki, bunu da 2 halına baxacaq. Bunu da 2 halına baxacaq. Burada Y bərabər B deyək, yaxşı çaşdırmıyor, yaxşı tutaq ki, olsun B. B olsun ki, rahat biləsiz ki. Burada K var uşaqlar. Y bərabər B. Bunun nəyi yoxdur? K'sı yoxdur. K nəyə bərabərdir? Sıfıra. Kx var burada. Kx yox, ancaq B var. Bunda iki cür qrafik ola bilər. Y harda kəsən? Müsbətdə kəsən, bir də mənfdə kəsən. Bir qrafı bunun üzərində çəkək. Bir qrafı bunun üzərində çəkək. Bax, burada məsələn, 2 hal olacaq, hansı hal olur? Bura qulaq asın. Y bərabər B nə deməkdir? B nəyi kəsir demişə? Y-i kəsir. İndi Y bərabərdir, müsbət B ola bilər, bir də mənfi B ola bilər. Y bərabər necədir? Müsbət B. Bəli. Amma bu Y bərabər nədir? Mənfi. Mənfi B. Yəni, bunun özü funksiyadır, amma sabit funksiyadır. Sadəcə ədəddir. Beşini yazdım. Bilmirəm. Mənfi B. Yəni, belə. Müsbət B, mənfi B. Buna funksiya deyə bilərik. Ümumiyyətlə, qrafik, düz xətt, əyri, Y kəsirsə o funksiyadır. Y kəsilirsə ona funksiya deyə bilmərik. İndi bunun funksiya olmayan variantı funksiya x idi, yoxsa Y idi? Funksiya Y idi, da şu anda, elə deyil mi? Bir bərabərlikdə Y yoxdursa ona funksiya deyə bilərik? Deyə bilmərik da. Necə ki, məsələn, indi zərfə nümunə çəkəcək məsələn. İndi bayaq məsələn x bərabərdir b deyirdik. İndi y nədir? Y bərabər b dedik. İndi x bərabərdir b ola bilər, x bərabər a ola bilər, fərqi yoxdur da. Məsələn deyir x bərabər b. Bu funksiya deyə bilərik buna? Deyə bilmərik. Y görürsünüz orada? Yox. Burada elə bil ki, x-i b nöqtəsində kəsən bir düz xətt olacaq sadəcə. Adi bir düz xətt. Bu funksiya deyil. Qarışdırmayın. Funksiya deyil. Bəli. İndi bunun qrafikini çəkirik. Bəli, zərfə çəkəcək bura. Deməli, bu iki ala baxacaq burada da. Birinci alımız, ikinci alımız. Məsələn, deməli, bu absisimiz, bu ordinatımız, bu da ordinatımız, bu da absisimiz. Hə, indi x bərabərdir b nə deməkdir? X-i harada kəssin? Harada kəssin x-i? B-də da. Müsbətdə də kəsə bilər. Məsələn, bu x bərabərdir nədir? Müsbət b-də x-i müəyyən bir b qiymətinə kəsən bir düz xəttdir. Bu funksiya deyil. Və ya x-i harada kəsən? Mənfi tərəfdə kəsən bir y bərabər nədir bu?
mənfi B1 sadəcə x-in mənfi B-sindən keçən bir düz xəttdir. Buna nə deyə bilmərik uşaqlar? Nə deyə bilmərik? Funksiya deyə bilmərik. Bəli. Burada sadəcə yaddan çıxdı, yazmadıq. Burada k nəyə bərabər uşaqlar? Burada k nəyə bərabərdir? 0-a. Bəli. K bərabərdir 0-a. Burada k nəyə bərabərdir? Burada da k bərabərdir 0-a. Absislə bucaq yaradıb? Xeyr. Bucaq yaratmayıbsa k da yoxdur deməli. K çünki nəyə misalı idi? Bucaq əmsalı idi. Bəli. K çünki bucaq əmsalı idi. Bəli. Gələ bərabər hazırlığında. Ay neçədə? 2. 2-də. Mən 3 Beş lazım. dəqiqə 10 dəqiqə mənfi. 10 dəqiqə olmuş çıxdı. 12 dəqiqə. Deməli. 1 dəqiqə qalmış. Yaxşı. Burada belə yek. Düz xətlərin qarşılığı vəziyyətində. Düz xətlərin qarşılığı vəziyyətinə baxaq. Düz xətlərin qarşılıqlı vəziyyəti. Yəni paralel ola bilər, perpendikulyar ola bilər, kəsişə bilər, üst-üstə düşə bilər. Nə sual yox. Deməli, paralel olmaları üçün Xalar bərabər olmalıydı. bəli, paralel olmaları üçün K1 və K2 necə olmalıdır? Bərabər. K1 bərabər K2, amma B1 nədən fərqli olmalıdır? B2-dən fərqli. Bu nə deməkdir? Məsələn, tutaq deyirəm, Y bərabərdir K1x, üstə gəl B1, xətt funksiyadır, Y bərabərdir K2x topla B2. Nümunə də deyə bilərik. Burada deyirəm, Y bərabərdir 3x çıx 2. Burada deyirəm, Y bərabərdir, tutaq ki, 3x çıxılsın 5 məsələn. Yəni, bunların qrafları bir-birinə necə olmalıdır? Paralel. Çünki bucaqları necədir? Bucaqları bərabərdirsə, uyğun bucaqlar kimi daha. Necə olacaqlar? Paralel. Bəli. Məsələn, burada çəkə bilərik. Hamı baxılmaz, sonra anlatılmaz. Deməli, burada içərisinə bir sevincisi gəlir. Yes. Deməli, uşaqlar, bunun B-si neçədir? Y harada kəsəcək? Mənfi 2-də. Burada. Bəs bunun B-si neçədir? Y harada kəsəcək? Mənfi 5-də. İndi K-ların müsbətli mənfidir. Müsbətdir. Hansı birlərdən kəsəcək? Uclar 1-3-dən. Məsələn, birin qrafiki. Birinin qrafiki təxmini belə olsun. Birinin qrafiki belə olsun. Bucaqlar necə olmalıdır? Bucaqlar eynidirsə, onlar necə olacaq bir-birinə? Paralel. Və B-lər fərqli olmalıdır ki, üst-üstə düşməsin. Məsələn, biri yuxarıda, biri aşağıda olsun, aralı olsun bir-birindən. Aralı olanda da B-lər necə olur? Fərqli. Amma bucaqları eyni olmalıdır. Bunlara necə bucaqlar deyirdik bu? Həm də sənət standartında. Uyğun bucaqlar deyil də, biri çöldə, biri içəridə. Uyğun bucaqlar bərabər olursa, deməli, düz xəttlər necə olmalıdır? Paralel olmalıdır. Bu funksiyanın bir hissəsi. Çox yormayacağım, az keçəcəm yəni. Gələn dəfədə bunun axırlarına baxarıq. Heç nə. Özdə müğayət olun, yes, nə durdular. Ay, da bizim